Korona geldi seni tutup öldürmeye. Korona geldi. Nə koronadır inanmayın belə. Artıq mən də koronayam. Sahə həkimi, hardasan? Zapadlo bilirlər, yəni korona olduqlarını. İndi mən neyim oturmuşam evdə gözləyirəm. İndi ölüm. Nəfəsim çatmır. İlk gün düşür belə. Nəfəslə dad bilmə, iyi bilmə, nədir içirəm heç bilmirəm. Sağ olun qardaşlar. Doktor sağ olun, siz tanımağa şad oldum. Neçə gündəlik dalınızdan danışıram belə həqiqətən harda qaldı, nədir? Poliklinikadan aldı gətirdi. Halam pisləşdi, doktor sistem təyin elədi. Bu xəstəliyə inanmayanlar, yalvarıram inanın. Çox ağır kəsidirəm. Nəfəs almamaq çox çətin bir şeydir. Deyib gülməyimə baxmayın. Bax burnum necə tutulub. Heç nəyin dadı yoxdur. Heç nəyin ləzzəti yoxdur. Maşının, evin, pulun, hamı bu dəqiqə eynidir, eyni, bərabər. Salam dostlar, bu vloqda siz, mən, Fərid Rəsul Gözolovun Covid-19 ilə mübarizəsini görəcəksiniz. Bəli, mən də Covid oldum. Bir çoxları hələ də Covid-19'a inanmır, amma mən ilk gündən Covid-19'un Covid-19 ilə bağlı insanlara verilişdən məlumat verirdim sosial şəbəkədə və Covid-19'un necə təhlükəli bir xəstəlik olduğunu hamıya anlatırdım. Lazımlı qədərdə qorunurdum, maska da taxırdım, bütün maşında da, evdə də, işdə də, hər yerdə də dezinfeksiya eləyirdim özümü. Necə oldu, nətər oldu, heç bu özüm də bilmədim. Bugün ayın 27-sindən 28-dən keçən gecədir. 27-si saat 20:59-da hazırda mesajı görürsünüz. Mənə SMS gəldi ki, pozitivdir sizin cavabınız və heç nə sevinirəm əslində. Niyə görə sevinirəm? Çünki oldum, immunitet yaranacaq məndə və artıq Covid-19'dan qorxmayacağam. Yəni qorxmurdum da belə, amma həyatda bilmək olmaz sonu necə olacaq. Belə simptomsuz olacaq, sağ olacağam, qalacağam yoxsa yox, bunu bilmək olmaz. İndi görək nə olacaq. Sağ qalmasam da evdəkilər videonu yayar. Baxın, indi biraz artıq məndə proses necə oldu, mən sizə qısa anlatım. Çox insan məlumatsızdır. Qoy biraz belə rahat oturum. Məlumatsızdır bu haqda. Nətər oldu proses? Həftənin 2-ci günü ayın 24'ü. Qızma başladı məndə 37 yarım. 3-cü gün artdı qızma. Daha sonra zəng elədim 103'ə, Xırdalanda yaşayıram, Xırdalan qayıt edəcəkdik, Xırdalanın təcil yardım stansiyasına. Daha sonra icbari tibbi sığorta bürosuna zəng elədim. Yəni dedilər ki, evə göndərilmə yoxdur, xəstə sayı çoxdur, gedib poliklinikada verməlisən. Və mən də getdim Xırdalandakı poliklinikaya. Elə bil məndə 2-ci gün oldu, yəni birinci gün axşamdan daha doğrusu başladı proses, amma mən gedib 3-cü gün analiz verdim ayın 25'i və yaxıma götürdülər məni oradan. Bir gün əvvəl getmişdim, növbəyə durdum, mümkün olmadı. Sənədləşdirdilər və 3-cü gün analizi verdim ayın 25'i və bugün ayın 27'si artıq məndə pozitiv oldu. Amma ayın 27'sinə qədər dünəni çıxmaq şərti ilə ölüb yenidən dirilmişəm. Necə olub proses məndə? Başladı ishaldan, yəni qarın ağrısından, qusma oldu məndə. Daha sonra sümük ağrısı, bel ağrısı, diz ağrısı, dırnağımın ucuna qədər ağrı oldu, boğaz ağrısı. Sonra nəfəs çatışmazlığı indi başlayır, nəfəslə bağlı problemlər. Amma indiyə qədər nəfəs problemi olmamışdı. Dad bilmə, iyi bilmə yerindədir və bu qədər, yəni bugündən hesablanır 14 gün. Mən sizə bu koronavirus karantini xəstəliyini necə keçirirəm, bax onu təqdim edəcəm. İndi deyirlər ki, sabah mənə sahə həkimi zəng eləməlidir, dərmanlar təqdim etməlidir mənə və mən bugünə qədər nə etmişəm? O 4 gün ərzində analizin cavabı çıxmazdan əvvəl və 1-ci gün axşamdan bu yana heç nə, qızmam olanda paracetamol atmışam, sonra grip belə məcunları var, ondan içmişəm. Məcun deyirlər, ona paraşok deyirlər, belə onu içmişəm. Daha sonra bu tablet C vitamini ondan qəbul eləmişəm suyun içərisində. Və bir də onu deyim ki, mən immunitetim çox güclüdür. Çünki hər mövsümdə meyvəni bolca yeyirəm, bu mövsümdə nar mövsümüdür. Günə 1 kilo nar yeyən adamam və çoxlu meyvə yeyirəm və yemək yeyən insanam.
Bəlkə bunu ayaqüstə keçirmə səbəblərindən biri də budur. İndi bilmirəm də növbəti günlər nə olacaq, dad bilməm itəcək yoxsa yox. Bunu videonu sona qədər izləsəz biləcəksiniz. İndi telefondan çəkirəm. İndi uşaqlara demişəm işdən kameraları göndərsinlər, eləsinlər. Daha peşəkar formada sizə vlogumu təqdim edəcəm. İndi heç nə maye içdim. İndi yemək yemişəm, iştahım əladır. Qızmam yoxdur. Bumbuzdur bədənim. Əladır hər şey. Belə. Xəstəliyin 4-cü, analizin isə cavabının çıxmağının isə 1-ci günüdür. Biraz nəfəs darlığım artıq, belə səhhətim yaxşıdır, qızmam yoxdur, heç bir problem yoxdur. Çoxlu maye qəbul edirəm, C vitamini qəbul edirəm. Amma hələ ki dərman müalicəsi almamışam. Poliklinikadan heç kim yaxınlaşmayıb. Həkimlər hələ ki dərman vasitələrini mənə çatdırmayıblar. Bilmirəm proses necə olur. Yüz-yüzə zəng edirəm, düşmək olmur. Sonra icbari tibbi sığorta bürosuna zəng elədim. Bugün 6-cı gündür. Dedilər ki, iş günü deyil. Hələ ki vəziyyət budur. Evdə yəni C vitamini tableti var, onu atıram, D vitamini atıram, amma belə həkim heç bir kim yaxınlaşmayıb hələ ki. Məndə artıq dünən də dedim təqdimatda 4-cü gündür belə çıxır. Xəstəliyimin qızmam ilk 1, 2, 3 gündə oldu. Bugün heç nə olmayıb, normal insan kimi olmuşam. Sadəcə burnumda elə bir danışıram, bilmirəm hiss edirsiniz yoxsa yox. Biraz təngi nəfəslik var və nə edirəm? Çoxlu maye içirəm deyiblər və limonlu su içirəm. Bir şey eləmirəm və dünəndən bugün yəni gün bitir artıq. Gözləyirəm sahə həkimimizi. Sahə həkimimiz təəssüf ki, hələ mənə zəng eləməyiblər. Və mənə zəng eləmişlər, qeydiyyat üçün soruşurlar, adın nədir, harada işləyirsən, ora bura. Deyirəm, bəs həkim hanı? Yəni, həkim lazımdır bizə. Dedim, biz həkim işinə baxmırıq ki, dedim, bəs hardan zəng eləmişsiniz? Həkim işinə kim baxır bə? Yəni, mən evdəyəm. Dedim, mən nəsə öləndən sonra niyə edirik bu sənədləşmə? Yəni, ölüm kağızı bəs eləyəcək. Yəni, vəziyyət budur. Bilirəm, ölkədə vəziyyət yaxşı deyil. Bugün ayın 28-nə olan yoluxma göstəricisi 4000-dən artıqdır, antirekorddur. Yəni, onların içində dünən 3000 nə qədər idi, mən də var idim. Bilirəm, səhiyyə yüklənib, təbibə zəng elədim, icbari tibbi sığorta bürosuna 1542-də səhvləmsə ona yığdım. Bütün nömrələri yığdım. Bugün 6-cı gündür. Onlar dedi ki, dövlət icbari sığortası və Səhiyyə Naziri zəng eləyirəm. Deyir ki, bugün iş günü deyil, operatorlar cavab vermir. Belə avtocavab verir mənə. Daha sonra yüz-üzə düşə bilmirəm. Xırdalanda yaşayıram. Xırdalanın təcili yardımına düşə bilmirəm. Heç kimə zəng eləyə bilmirəm. Tutaq ki, bu dəqiqə öldüm, bax. Öldüm. Mən nə edəcəm, kimə zəng eləyəcəm? Yəni, heç bir şey yoxdur. Və status paylaşdım Facebookda. Yaxşı ki, paylaşdım ki, Covid-ə tutulmuşam. Mənə nə qədər məsləhətlər verdilər, dərmanlar dedilər, ora-bura. Amma problem odur ki, dərman almağa da düşə bilmirəm. Yəni, düşsəm, məhəllədə qonşuları ATV-də göstərirlər xəbərlərdə. Yəni, tutub aparırlar. İndi dostum Ədaləti buradan salamlayıram, sağ ol deyirəm ki, aldı mənim üçün ərzaqlar gətirdi nə qədər. Evdə yemək, içmək, hər şey var. Sadəcə nə yoxdur? Dərman təminatı yoxdur. O Səhiyyə Nazirliyinin loqosu olan dərmanlar hələ ki evə gəlməyib. Sistem vurdurmamışam. Amma belə yaxşıyam. İndi deyirəm, birdən sabah vəziyyətim pisləşdi. Nə edəcəm? Hara gedəcəm? Nə edəcəm? Bilmirəm də. Yəni, çarəsizəm. İndi görək axırı necə olacaq? Mən neçə günə sağalacam? Nətər eləyəcəm? Biraz tərləmişəm, fikir verin. Biraz təngi nəfəslik var. Sadəcə immunitetimin gücünə qalıram. Meyvə yeyirəm. Yeməyi yaxşı yeyirəm. Siz də tutmusunuzsa yaxşı ət yeyin. Bozbaş yemişəm. Rayondan anam gəlir. Pişirdilər atam, anam, bacım yemək bişirdi. Gətirdilər qapıya qoydular. Qayıtdılar yenidən Neftçaliyə. Yemək bişirib göndərdilər. Yemək ərzaq gətirdilər. Evdə yəni hər şeyimiz var. Amma bilmirəm necə olacaq. Düşünürəm sistem vurdurum. Biraz da bədənim güclənsin. Biraz indi baş ağrılarım var və mini studiya qurmuşam burada. İşdəki bəzi kompüterləri gətirmişəm. STS pultunu gətirmişəm və peşəkar kameraları bura gətirmişəm. Düşünürəm ki, buradan nəsə canlı yayıma, ya verilişi buradan hazırlayım, eləyim. İş mediada isə iş davam edir. Uşaqlar bu dövrdə verilişləri hazırlayırlar. Mən olan verilişi isə çox güman ki, 1-2 həftə efirdə olmayacaq. Prosesləri
təqdim edəcəm sizə gedişatı. İndi də çıxın biraz çöldə hava alım. Hava qəşəng yağış yağır. Təəssüf ki, çölə çıxa bilmirəm. Növbəti müştərini artıq. Baxın, asuda vaxtımı belə keçidirəm. Keçən dəfə taksidə işləyib, vlog çəkmişəm. Həmin vloqum montaj eləyəcəm. Deyəsən bizdə oksigen miqdarı azalıb. Bugün dodaqlarım da artıq quruyub. Nəfəs darlığı hiss olunur. Sahə həkimi gözləyirəm hələ də. Artıq 2 gün olacaq. Sahə həkimi, hardasan? Sahə həkimi tapılmadı, amma dərdimə deyəsən çarə tapılır. Sahə həkiminin yerinə mənə yazdı bir çox dostlar. Hamısına təşəkkür edirəm. Dostlar gündə tanınır. Həqiqətən mən nə qədər çox sevən insan var imiş. Hamı yazdı, narahatlığını bildirdi. Yenə də yazırlar, zəng eləyirlər. Hamıya sağ ol deyirəm. Firuz var, məndən yaşda balacadır, bizim rayondandır. Türkiyədə təhsil alıb, həkimdir artıq, 2 ildir bitirib universiteti və fövqəladə halların modul tipli xəstəxanada işləyir. Yəni yerim sağ olsun, mənə yazdı, mənə məlumatlar verdi, ürəyim rahatlandı. Bildirdim ona simptomları və dedi ki, sən artıq əsas mərhələni keçmisən. Evdə olan dərmanları bildirdim, onları atılma qaydasını mənə başa saldı. Dedi ki, səndə simptomlar artıq keçib, qızma yoxdur, boğaz varsa, deyir, yanaşma fərqlilikdə hansı simptomlar varsa ona uyğun yanaşmadır. Dedi ki, mənə D vitamini hər gün 50 damcı səhər əlavə elə. Daha sonra aspirin kardo hər gün bir dəfə, çünki qan qatılaşmasın və C vitamini o stəkana atırlar ondan səhər və axşam. Və atam zəng eləyir, atamla danışıram. Hə ata? Yo, buyur ay ata, buyur. Narahat olma, atam, buyur. Və Azərbaycanda yaxşı həkimlər var, səhiyyəmizdə yaxşı, savadlı həkimlər var. Mən bilirəm, deyirəm, sahə həkimi belə. Sadəcə yoluxma çoxdur, hörmətli tamaşaçılar, hörmətli dostlar. Hədsiz çoxdur. Rəsmi rəqəmləri deyirik, qeyri-rəsmi, inanın, evdə oturanlar var. Bəzi insanlar var ki, belə də açıq deyim də, loru deyil də, zapadlo bilirlər, yəni korona olduqlarını. Gedib test vermirlər, gizlədirlər, evdə ona buna yayırlar. Həm insani baxımdan, həm də dini baxımdan günahdır. Sən bilə-bilə ki, koronasan, gedib test vermirsən və insanlara bunu yoluxdurursan, birinin xroniki xəstəliyi ola bilər, başqa problemləri olar, o həyatına son verə bilər sizin bu hərəkətinizə görə. Nə koronadır, inanmayın, belə deyə gəlib bu yerə çatdıq. Artıq mən də koronayam, o da koronadır. Deyirdilər, yaxın adamın tutandan sonra inanacaqsan. Baxın, mənim bəzi yaxın tanış vardı, inanmırdı. İndi mənə zəng eləyirlər, inanırlar. İnanın, koronavirus mövcuddur. Koronavirus öldürür. Və hal-hazırda bir dostlar gündə tanınar. Qardaşlarım gəlib, Ədalət və Bünyamin. Sağ olun, qardaşlar. Uşaqlar çox sağ olun, Ədalət çox sağ olun, bacarığınız, siz sağ olun. Allah sizi də qorusun, özünüzü qoruyun, həqiqətən. Sağ ol, qardaşım, sağ olun, sağ olun. Allah, bilən pul qaldı, deyən pul verin. Öpürəm sizi, sağ olun. Belə, hörmətli tamaşaçılar, bugünü belə açdım, dostlarım gəldi. Səhər yeməyi yiyəcəm. İştahım belə yoxdur, kükü yiyəcəm. Daha sonra isə su içəcəm. Daha sonra yeməkdən sonra isə suyun içərisində C vitamini qəbul edəcəm. Bütün bu prosesi sizə təqdim edəcəm. Bugün artıq iyi bilməm, iyi tip. İyi bilmirəm, baxın. İyi yoxdur. Dad bilmə də demək olar itib. Nəfəsim yenə də darlaşır. Baxın. Belə oluram. Və hələ də sahə həkimi gəlməyib. Ayın artıq 29-udur. Sahə həkimini gözləyirəm. Sağ olsun dostlar, sağ olsun Azərbaycan xalqı. Bir-birinə həmişə dəstəkdir. Yəni, sahə həkimindən xəbər olmasa belə, insanlar bir-birinə yardım eləyir, nömrələr verir,
əlaqələrdir. İnanın, elə mən bilmirdim ki, mən bu qədər çox istəyən var. Kimlər, dostlar, qardaşlar, hamısı zəng eləyib. Belə sonuncu danışdığım Roman doktor idi. Diş doktoru o zəng elədi. Nə bilim, Etibar müəllim, adam qalmayıb da, yəni adların saydığım və saymadığım hamı mənə zəng eləyib, məsləhətlər verib, deyib maddi pul, daha sonra maşın, dərman, yemək, içmək nə lazımdırsa gətirək. Yemək, içmək var, sadəcə iştah azdır. Özünüzü qoruyun. Bol-bol vitamin yemək lazım, qəbul etmək lazımdır və su içmək lazımdır. Mən də yeməyimi yeyim. Nuş olsun mənə. Mən çörəksiz yeyim. Dadlıdır ki. Aspirin kardo dedilər mənə için. Bu aspirin kardo qanı duruldur. Mütləqdir. Və C vitamini 100 mg. Minlik C vitaminidir. Suya atırıq və gündə səhər və axşam qəbul eləməliyəm. Bu qədər. 15-42 yığıram. Sizə bir dənə göstərim. Bu tibbi sığortadır. Salam. Siz İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin çağrı mərkəzinə zəng etmişsiniz. Koronavirusla bağlı məlumat əldə etmək üçün 0 düyməsini seçin. Azərbaycan dili üçün 1 düyməsini seçin. Sizi operatora yönləndiririk. Nəzərinizə çatdırırıq ki, göstərdiyimiz xidmətin keyfiyyətinin ölçülməsi məqsədi ilə danışıqlarınız avtomatik olaraq qeydə alınır. Siz zəng növbəsində 30, ikincisiniz cari gözləmə müddəti 31 dəqiqə. Dünən. Söndürürəm. Zəng növbəsində 30 cari gözləmə. Dünən 30-u gözlədim, bir 40 dəqiqə gözlədim. Sonra yəni keçən dəfə düşdü şeyə. Oldu 50 dəqiqə, 1 saat zat. Daha sonra isə telefon əlaqə etdi. Sonra 103-ü yığıram. Baxın. 103. Gözləyək. Görək, vəziyyət. Bura həmişə belə olur. İndi hələ ki sahə həkimi gəlməyib, onu maraqlamaq istəyirəm ki, niyə gəlməyib. Mənə tapanda bilirəm ki, mən sağalacağam. Yəni 814 deyirlər, onu da yığıram, Səhiyyə Nazirliyi idi. Bütün nömrələr var. Siz Səhiyyə Nazirliyinin COVID-19 qaynar xəttinə zəng etmisiniz. Sizi operatora yönləndiririk. Çağrı mərkəzi, buyurun. Alo, salam xanım. Salam, buyurun. Xanım, mən COVID xəstəsiyəm. Bu dünən İsrail gün saat 9-da mənə mesaj gəlib, Gözəlov Fərid Rəsuloğlu. Hələ də mənə sahə həkimi yaxınlaşmayıb. Hələ mən də oturmuşam. Hansı poliklinikaya götürüb sizdən? Xırdalan. Hələ 103 götürüb də sizdən. Xırdalanın evə gedib poliklinikada götürüblər də mənə şeydən. Xırdalan poliklinikasında götürüblər içində. Aha, özünüz gezmişsiniz. Mən ayaqla getmişəm bəli özüm. Aha, zəhmət olmasa, yəni həmin poliklinikadan sizə sahə həkimi ayrılmalıdır. Bilirəm də o şeylər hamısını bilirəm, çox gözəl. Onlar hamısı olmalıdır bilirəm. Mənə zəng gəlib bir dənə sadəcə soruşurlar ki, adın, soyadın, yoldaşın adı. Bundan başqa mənə heç bir şey deyən olmadı da xanım, inansız. Deyirəm həkim hardadır? Dedi biz həkimə baxmırıq, telefon söndürdü. İndi mən neyim? Oturmuşam evdə gözləyirəm. İndi ölüm? Biz estağfurullah, yəni siz mən Xırdalan şəhərinə baxmıram deyənə mən siz Səhiyyə Nazirliyi sizə ona görə dedim. Biz Səhiyyə Nazirliyinin qaynar xəttiyik, amma poliklinikalara yönləndiririk. Nömrəsi də yoxdur. İnanın, bir dənə nömrə var. Google-da yazım Xırdalanın poliklinikasına. Başqa bir də qaqaşa düşdü, dedim mənim nömrəmdir bu poliklinikaның. Bu nömrə internetdən tapa bilmirəm. Bilmirəm hardan tapım nömrə. 103 ilə əlaqə saxlayın. 103 götürmür. Dünən 6 saatımı ona məşğul eləmişəm. İmmunitetim də düşdü ondan sonra. İnanın. Ona məşğul. Vəziyyət bilirəm, dünyada vəziyyət pisdir, ölkədə vəziyyət pisdir. Hamı yoluxub. Sadəcə mən dərmanları, vəziyyətim yaxşıdır, nəfəs darı, bu gün iyi bilmə filan itib. Artıq məndə neçə gündür də analizi də götürmək üçün nə qədər əziyyət çəkdim. Mən 2 gün getdim ora, növbə götürdüm, elədim. Neçə gün ayaq üstə oldum. Artıq məndə 10-cu, 8-ci gündür, amma cavab 2 gündür çıxıb. Belə artıq sağallam belə ayaq üstə. Zoğal mürəbbəsi sağ olsun.
Yox, sizi başa düşürəm əlbəttə, amma biz Abşeron rayonuna baxmırıq deyən. Ona görə məndə Abşeron rayonunun heç bir Nömrə yoxdur da. Bəli, bəli. Siz yenə 103-ə ola bilsin, indi zənglər çox gedir 103-ə. Siz yenə tez-tez əlaqə saxlayın 103-dən. Onlar məlumat versin. Ancaq çox maraqlıdır. Yəni deyirəm Allah sizdən də uzaq eləsin belə şey həqiqətən. Evdə elə bir oturursan ölümü gözləyirsən də belə öl. Heç kim də zəng eləmir sahəyə kimi. Allah eləməsin. Yox, sizi başa düşürəm həqiqətən. Əlbəttə biz də insanlıqda. Bəli. Səsim də qeyd olunurdu orada. Bəli, belə şeylər. Bəli, Covid-in də Covid xəstəliyini də özüm bilirəm, yəni necə ağır bir xəstəlik. Allah hamının köməyi olsun. Yəni Allah sizin də köməyiniz olsun. İndi görək nə olacaq da indi görün bəlkə sağ qaldım. Sağ olun. Sağ olun. Sağ olun, siz də sağ olun. Və yəni vəziyyət belədir. Yox xanım özü də keçirib. Mən nə deyə bilərəm? Səhiyyə Nazirliyidir ki, biz ora baxmırıq. İndi bilmirəm indi şeyə zəng edirəm. İstanbul Böyükşəhər Bələdiyyəsinə zəng eləyim. Oranın Səhiyyə Nazirliyi baxsın. Fəxrəddin Qocabəyə zəng eləyim. Tayniyik. Bizim Səhiyyə Nazirliyi baxmır. Şərəfə. Şərəfə nədir? Hal-hazırda verilişim yayıma başladı. Mən koronavirusam, evdə oturmuşam. Amma hazırda bu gün bazar günü 13-15-dir. Mənim süfrəm ATV-dədir. Qonağımız isə Natiq Ritim qrupudur. Ortada məni görürsünüz televizorda və Facebook üzərindən peşəkar canlı yayım çıxacağam. Baxın, faydalı keçirirəm vaxtımı. Bölüşəcəm tamaşaçılarla fikirlərimi. Hazırda məndən tər gedir. Bilmirəm efir həyəcanından görədir yoxsa yox. Özünüzü qoruyun. Həqiqətən bu videonu kim izləsin, paylaşsın, bir-birinə ötürsün. Abunə olun. Çünki mən sizə belə videolar çox çəkəcəm. İctimai nəqliyyatdan çalışın, uzaq olun. Mən ictimai nəqliyyatdan istifadə etmirəm. Çox insan içinə çıxmırdım. Yenə də yoluxdum. Belə çox toplu yerlərdən uzaq olun. Mən düşünürəm ki, rayonda tutmuşam Neftçalada. Çünki şəhərdə mən heç kimdən çox ünsiyyətdə olmuram. İş, ev, maska, amma rayonda qohum-əqrəbalarla görüşüb eləmişəm bir neçə dəfə. İnanıram ki, onlardan yoluxma olub mənə. Ya zəlzələdən, ya vəlvələdən artıq mən Covidəm. Canlı yayıma keçirik. Nə qədər simptomsuz keçsə də, az olsa da qızımın da 37-yə yaxındır, yoxdur qızıma demək olur. Nəfəsim çatmır. Zoğal mürəbbəsi, dərmanları atmışam. Buradan təşəkkür edirəm İlhamə Bədəlovaya, həmkarıma. Sağ olsun İlhamə. Həqiqətən dostlar gündə tanınar. Yazdı mənə, bildirdi ki, yox, yığ, Nizami doktorun nömrəsini verin mənə. Danışdım, simptomları bildirdim. Bəzi dərmanlar dedi əlavə, onlara al. İndi uşaqlar alıb gətirəcək. Onları da əlavə eləyəcəm. Dedi vəziyyətin qiymətlənməyimə görə orta ağırdır. Dedi qan analizi ver. Mən də danışdım referansla. Ən tez 2-ci gün olur, biraz gecdi. Çünki tam müayinə aparmaq üçün. İndi qan analizi, o birisi dərmanlar. Hamısı bir rasxoddur. İndi mən bunu edə bilirəm. İmkanı olmayan adamlar neynir? Mən indi bu tek onu düşünürəm. Allah bütün dünyaya, bütün Azərbaycanlılara hamıya kömək olsun. Pis xəstəlikdir. İlk gün düşür belə nəfəslə dad bilmə, iyi bilmə, nədir içirəm heç bilmirəm bax. Sayfilli çaydır, yəni bu da reklamlar. Amma bilirəm nəsə içirəm də yəni. İsti bir şey, isti olduğumu bilirəm, amma çayın berqamot ətrini, zoğalın dadını heç nəyi bilmirəm. Bugün oldu məndə. Belə. Görüşərik. Biraz vaxt keçsin, görüm necə olacaq. Onlayn konsultasiya elədik və dedik oksigen aparatı al və oksigeni ölç və oksigeni ölçürük. Görək necə olacaq. 99 71-ə düşür. Nəsə də 99-dur məndə. Oksigen qanda normaldır.
Mənə digər dərmanlar yazdı. Onları amma atmırdım da mən indiyə qədər. Zinkorotdur nədir o? Onu eləyirəm. Sonra bu da Arfiliodur nədir bu? Adlarını deyəmirəm çox sürün. Mefliotitdir nədir o? Sonra bu var idi dünəndən aspirin kardo eləyirdim. Bu C vitamini suda. Depavit D vitamini. Bu da immun, bu əlavə həmişə atıram mən. Bunlardan istifadə edirəm. Qızmam yoxdur. Vəziyyətim demək olar ki, bax bu hissəm tutulub. İyi, daha da heç nə bilmirəm. Bax nəfəs çatmır və həkim məsləhətləri oldu. Dedi yemək tərtib elədi mənə. Dedi yediyin yeməkləri yemək, bozbaş zad yemək olmaz. Mən neçə günü bozbaş bu. Rayona demişəm balıq göndərsinlər, alsınlar. Balıq ancaq bir soyutma, yumurta, spagetti yeyin, kartof, əti də qaynadın, toyuğu da qaynadıb yeyin. Belə bir şeylər məsləhətlər verdi. Ardınca səhər yeməyi sistemini də dedi dəyiş. Çörəyin üstünə yağ ye, yumurta qaynat. Daha sonra yəni eyni proses şor ye, ağartı məhsulları ye. Səhər saat 8-də oyanmalıyam, 9-un yarısı dərman qəbul edəməliyəm. Baxın, bura hamısını, bütün hamısını yazıb, nəyi, nə vaxt, nə formada eləmək lazımdır. Hamısını mənə yazıb bildirir. Yəni rejimə düşmək lazımdır. Mən dünən bugün səhər 11-də, 12-də, 1-də oyanmışam. Olmaz. Səhər yeməyi günorta və axşam vaxtında yeyilməlidir. Siz də bunlara riayət edin, amma sahə həkimi hələ də gəlməyib. Mən hələ də sahə həkimini gözləyirəm. Yəni hazırda artıq testin cavabı çıxmağın 3-cü günüdür. Sahə həkimi yoxdur. Ayında 29-udur noyabrın. Görək vəziyyət necə olacaq. Canlı yayım elədim bayaq. Tamaşaçılarla, dostlarla söhbət elədim. İndi birazdan yenə də Instagramda canlı yayım eləyəcəm. Sağ olun. Bir gün gecikməklə gəlir adlar bizə. Satdırmırlar. Xəstə o qədər çox gəlir ki. Bildimi? Bəlkə mən yetim ölmüşəm, bəlkə ağır xəstəyəm. Yox, Allah eləməsin. Yəni elə bir problem olsa siz özünüz də soruşa bilərsinizsə ki, həkimdən. Hardan soruşum? Kimdən? Poliklinika. Poliklinikasından. 6 bazardır. Təbibə zəng elədim, Biz dedi. işləyirik qardaş. 6-cı gündə işləyirik. Mən xanım, bir dənə sizə söz deyim, nə poliklinikaya düşə bilmişəm, nə 100-ə düşə bilmişəm, nə 15-42-yə düşə bilmişəm. Hamısı da nə bilim internetdən bir dənə nömrə tapdım, onu şeylədim. Sadəcə bir sinədir. Şey də deyir ki, 6-cı gün iş günü deyil. Dünən bu vaxtı yığmışdım şeyə. Yox, 6-cı gün iş gündür. Sonra 8-ə qədər poliklinikada olacaq. Valla mən heç kim dünəndən də vəziyyətimiz yaxşıdır. Bu gün artıq həkim filan tapmışıq. Artıq onlayn konsultasiya ilə belə müxtəlif yerlərdən qəbul eləyirik. Nə problemimiz var idi ki, həkim axtarırdınız? Nə olmuşdu? Qızdırmanız var idi? Yox, heç nə. Nə olacaq? Korona olmuşuq da. Yəni ona görə axtarırıq. Yox, korona, yəni adi misalsın qrip virusu ola bilirik də. Bu da virusun bir növüdür. Onun ağırlaşması qorxuludur. Koronanın özü qorxulu deyil. Bəlkə mən ölürəm. Mən dərmanlarım indi nə vaxt gələcək? Yox, indi bir söz deyim də sizə. Gündə 4300 yoluxma sayı olanda belə olacaq da. Yəni bir gün gecikməklə ancaq xəstələrin sayı günlük... Bildimi, sizdə bir şey yoxdur. Vəziyyət belədir. Mənim dərmanları nə vaxt göndərəcəksiniz bizə? Fərq və dərmanları göndərmək yerində bizdə evlərə xidmət yoxdur. Sən verilən dərman paketini gəl dost, tanış, kimsə bir nəfər yaxınlaşa, sizin yerinizə qol çəkib poliklinikadan götürüb aparıb sizə təhvil Yox, verir. indi bir dənə sizə söz deyim də. Bu nə qurulmuş sistemdir ki, indi mən heç kimim yox, kimsəsiz insanım. İndi mən dərmanımı kim götürəcək? Bu belə olmalı deyil axı. Yəni onu mən təşkil eləməmişəm. Düzgün təşkil eləməyiblər də. Bilsinlər transportçu doktor daşıyım dərmanları xəstələrə. İndi mən necə biləcəksiniz mənim vəziyyətim nədir, mən nətərəm, nə formadayam, yəni. Biz telefonla əlaqə saxlayırıq xəstə ilə. Hə. Xəstə bizə əlamətlərini deyir. Tapmaq olunur bəzi Bu dərmanları. dərmanları almışsınız, özünüz getdiniz aldınız aptekdən. Yox, aptekdən indi sağ olsunlar. Keçən dəfə almışdı bir arvad, ATV-də göstərirdilər. Ona görə mən özüm getmədim. Xala oğlum zəng elədim, gəldi, aldı, çıxdı, getdi. Ay sağ ol da, bax həmin o gözəl insan o xala oğlunuzu sabah göndərirsiniz poliklinikaya. Hə. Gəlir, sizin adınıza o dərman paketini verirəm. Kristal pandemiyadır. İnanın Kristalın əlindən
Burada çünki heç kim mən vaxtında baxırdım, heç kim riayət eləmirdi. Nə marketdə, nə dükanda, heç yerdə. İndinin özündədir. Bax, dünən mənim yanıma kristaldan bir xanım gəlib, bir gecə saat neçəyə qədər qadınlar deyir, otururlar orada aşağı. Qeybət eləyirlər aşağıda, hə. Doktor, sağ olun, siz tanımağa şad oldum. Neçə gündə elə dalınızdan danışıram belə həqiqətən harda qaldı, neynədir? Vallahi siz yaxşı insana oxşuyursunuz, sağ olun. Eybi yoxdur. O vaxt indi amma həqiqətən o sizə gec verilirsə, tez verilsə çox yaxşı olar. Çünki bəlkə kimsə Bilirsiniz, bir söz deyim, yayda da pandemiya var. belə döyürdü. Hər yeri 400-500 adam idi. Biz həmən gün xəstələrlə əlaqə saxlaya bilirdik. Xalaoğlu sağ ol. Salam dostlar. Xalam oğlu Cəmildir. Və artıq təşəkkürlər poliklinikadan aldı gətirdi. Artıq poliklinika bizə dərmanları verdi və çörək. Sağ ol xalaoğlu. Özü qoru. Qapağı çıxartma, günlük. Hə, nəsərsən? Dərmanın şeklini çəkərsən. Niyə? Baxa görə nə var? Hə, sən də tutanda. Biz hələ almışıq yarısında. Sağ ol. Yaxşı. Hələlik. Və sağ olsun yenə də artıq 3 gündən sonra Səhiyyə Nazirliyi, təbib və icbari tibbi sığorta bürosu mənə dərmanları göndərdi. Görə dərmanların içində nə var? D vitamini göndərdi, zinkorit göndərdi, C vitamini, paracetamol, nə bilim bir də bu maqnidir nədir. Bunların hamısını onsuz da almışdım. Bu dərmanlarda baxın, bunları göndərdilər. Sağ olsunlar, yenə də göndərdilər. Neçə gündür danışandan sonra, canlı yayım eləyəndən sonra artıq göndərdilər. Saat 12-dir, dərmanları atdım. Bugün yatıb qalmışıq. Saat 8-də atmalıyıq, amma onda atdıq. Saat 2-də də atma var. Nizami həkimin dediklərinə riayət edirəm. Deyəsən sulu qar yağır. Hava alıram, nəfəsim çatmır, çox çətindir. Bu xəstəliyə inanmayanlar, yalvarıram inanın. Yaxşısı yoxdur. Yüngül keçirənəm elə mən. Çox ağır keçirirəm. Nəfəs almamaq çox çətin bir şeydir. Deyib gülməyimə baxmayın. Çox ağırdır. Və mənə dərmanı göndərmədilər də, yəni mənə dedilər dərman gəl götür. Sahə həkimənə də dünən axşam danışdığımda bugün yığmayıb. Yaxşı ki mən İlhamə Bədalova yenə də sağ olsun məni yönəltdi doktora. O məni zəng edir, soruşur əməli başda. Bütün müalicəm gedir. Çox adam yazdı ki, Facebookda mənə göndərməyiblər dərmandan. Xalaoğlu Cəmil getdi, gətirdi. Çox pis hissdir. Evdən heç yerə çıxa bilməmək. O günlərin, sağlam günlərin qiymətini bilmək lazımdır. Bu arxada görürsünüz bu biber. Bunun bir xatirəsi var. Macaristanda idim. Keçən il bu vaxtı hələ. İnanın bu vaxtlar idi hələ. Yanvar idi ya dekabr. Venesiyadaydım noyabrında. Keçən ilin bu vaxtlarında. O biberləri Macaristan bazarlarından almışam, qırmızı biber. Onların ən çox istifadə etdiyi ədviyyatlardandır. Günlər var idi, dünya gəzirdim. Hər ay bir ölkədə, bir şəhərdə. İndi isə Xırdalanda evdən bayıra çıxa bilmirəm. Vəziyyətim o qədər də yaxşı deyil. Ayın 30-udur. Analiz verdiyimin 5 günüdür. Ümumi xəstəliyim səhv eləmirəmsə 6-7 günüdür. Testin cavabı çıxmağı isə tam olaraq neçəsə çıxıb məndə. 3 günüdür, artıq 4-cü günə keçəcək. Saat 4-5 radələridir. Yemək yedim. Gündə yəni iş güz, yəni dərman atmaqdır. Meyvə yeyirəm, heyva. Daha sonra portağal. Dostlarıma təşəkkür edirəm. Həqiqətən dəstək olurlar, zəng eləyənlər. Qonşu ağa sağ olsun. Meyvə aldı, Arvidol dərmanı aldı, gətirdi.
Yəni biz Azərbaycanlılar olaraq bir-birimizə dəstək olan xalqıq. Həqiqətən dar gündə bir-birimizə dəstək oluruq, əl tuturuq. Bütün yoldaşlara, dostlara təşəkkür edirəm. Onlar olmasaydı bəlkə bugün vəziyyətim daha da ağır olardı. Onların səyi nəticəsində düzgün müalicə aldım. Alıram daha doğrusu. Çünki kim nə dedi, onu eləməyin. Sahə həkimi dünən axşam zəng eləmişdi. Bugün getdi, xalamoğlu yenə deyim, dərmanları götürdü. Hələ də yəni belə indi sahə həkiminin müalicəsinə qalsaydım, orada yazılıb içində də, yəni onları eləməli idim. Amma bilirəm çatdıra bilmirlər də artıq onlar zəng edib yenə də soruşmurlar ki, nə edirsən, nə tərsən, nə xarsaq, necədir vəziyyətin. Çünki xəstə hədsiz çoxdur. Nizam doktoru salamlayıram buradan. O mənim həkimimdir, öz həkimim. Və o mənə bildirir, zəng eləyir, hətta oyadır, lazım olanda danlayır da, riayət eləməyə lazımdır və bildirir ki, bu elə bir xəstəlikdir ki, zarafata gəlməz, birdən çevirə bilərəm. Bugün beləyəm, sabah tam başqa cür ola bilərəm. Yaxşı da ola, pis də ola bilərəm. Belə heç nəyə həvəsim yoxdur hazırda. Texnikalar hamısı qalıb burada, kameralar. Bu sabah çəkilişdir studiyada, fikrim oradadır. Dadlı yoxsa faydalı layihəsinin ayrı belə ki, iş medianın layihəsinin çəkilişidir. Uşaqlar məşğul olacaqlar. Özünüzü qoruyun. Bizim Tural Paşada, Turalda deyir, bugün qızmam var. Ola bilsin, bizə də eyni vaxtda hardansa bir yerdə düşüb. Onda da indi bilinir simptomlar. Və buradan demək istəyirəm ki, qızdırmam var, ürəyim bulan, mənə soyuq olub, analiz vermək istəmirəm, mənə də qoşarlar koronaya. Belə deyən insanlar var, hamısını yığıb bir yerə güllələməyə lazımdır. Bax, burnum necə tutulub. Gözlərim, bax, buradan hiss eləmirəm, ölürəm. İbat heyva var, elə bir var, kardon yeyirəm, kardon. Heç nəyin dadı yoxdur, heç nəyin ləzzəti yoxdur. Geridə nəyin var, nəyin yox, heç nəyin mənası yoxdur. Maşının, evin, pulun, hamı bu dəqiqə eynidir, eyni, bərabər. Hamı canı üçün əlləşir. Maşın gəlməm həyətdə, çıxıb onu sürə bilmirəmsə, onu eləyə bilmirəmsə, bunu eləyə bilmirəmsə. Əsas sağlamdır. Evdə koridorda belə bir yer düzəlmişəm. Atdığımız dərmanları divara yapışdırmışam. Çoxdur dərman hədsiz. Burada da görürsünüz aldığım dərmanlar. Bu da dövlətin verdiyi Arbidol, Zinkorid, Selen, sonra aspirin koridorda durulaş D vitamini. Bu suya atırsan, edirsən ondan. Sonra bu immundur. Bu həmişə atırdıq. Yəni ancaq iş güc dərman atmaqdır. Hələ ki sistemi vurdurmamışam, dillərə ehtiyacım yoxdur. Bu şəkildə Elçin mənim üçün çəkdirmişdi ad günümə. Bugün bizim 30 ildir ölmüş hislərimiz oyandı. Allah bir daha cənab prezidentimizi var etsin. O bizə olmaz gözləmədiyimiz bir görüntünü bizə bəxş elədi. Belə hörmətli tamaşaçılar. Baxın, belə yerdə də çəkiliş edirəm. Halam pisləşdi, doktor sistem təyin elədi. Biraz qanım qatılaşıb. Yuxarı göstər, mikrofona qoşmuşuq. Mikrofonun başına bir də bu iş gəlməmişdi. Hörmətli dostlar, sistem taxıldı. Axşam yeməyimi, 20 dərmanlarımı içəcəm. Düzəldim, inanın, sistemdən sonra çox düzəldim. Özümə gəldim. Kim deyir ki, sistem pisdir, nədir? Elə şey yoxdur, sistem çox insanı düzəldir. Doktorumun məsləhəti ilə natri xlora qatdıq vitamin C, mildronat, Dematon D vuruldu.
Elə bir enerji gəldi. Motora yağ tökmüsən, belə qəşəng oldum. Səsim, başımdakı bu tutqunluq hamısı getdi. Bir neçə gün davam edəcəm bu proses, amma dərmanları da dediyim kimi həmin dərmanları qəbul edirəm. Məndə artıq 7-ci gün olacaqdı ümumi simptomları hiss edildiyimin. Deyir ki, ilk 8-9 gün biraz çətin olur. Hələ də dadı bilmirəm, iyi bilmirəm. Qəşəng rayondan balıq gəlmişdi. Yedim. Amma nə yediyimi bilmədim də. İndi nə oldu yeyirəm. Amma dad iyi, heç nə yoxdur. İstilik hiss edirəm çayda. Yalnız dilimin ucunda duzlu falan hiss edirəm. Özünüzü qoruyun. Bu məlumatı da verdim. Bu 20:44-dür. 15 dəqiqə qalıb o dərmanlarımın atılma vaxtına, ayın 30-dur. Sabahın 1-i, artıq dekabr gəlir. Dekabrın ilk günü. Görək dekabrın son gününə qədər nə olacaq? Dekabrın son günü bizə tutub üzünü, dedi ürək sözünü. Korona gəldi, səni tutub öldürməyə, korona gəldi. Dekabr ayının 1-idir və bugün Laçın işğaldan azad olundu. Qarabağ Azərbaycandır. Vəziyyətim yaxşıdır. Prezidentimiz çıxış eləyir. Eşq olsun prezidentimizə, yaşasın Azərbaycan ordusu. Şükür Allaha yaxşıyam. Rəsmi olaraq 5 gündür testin cavabı çıxıb, qeyri-rəsmi olaraq 8 gündür. 8 gündür xəstəliyəm, simptomlar hiss edirəm, az qalıb. İnşallah tezliklə sağalaram. Sistem köçürəndən sonra daha da düzəldim. Sistem mütləqdir bu müalicədə, sistem köçürün. Amma sinəmdə biraz ağrı var, askıram, bilmirəm. Kürəyim ağrıyır, nəfəs almaqda çətinlik var, amma şükür Allah, buna da şükür. Özünüzü qoruyun. Səhər 8-dən oyanmışam, dərmanlarımı atmışam. Onda da dərman atmışam, indi nahar eləyib yenə atacağam. Yaxşıdır hər şey, şükür. Nahara dostum, qardaşım kəngərli anar, kəngərli kabab. Anar, sağ ol. Qəşəng kabab göndərim mənim üçün. Anar, təşəkkür edirəm sənə. Dərmanları atdım. Bura dərman qəbul etmə nöqtəsidir. Arada da şar üfləyirəm. Baxın, yaxşıyam. İndi bugün ASS-də içəcəm, biraz öskürək var. Onu da deyim ki, bugün daha yaxşıyam digər günlərə nisbətən. Və bugün yenə də sistem vururdum. Dünənki tərkibdə yenə sistem qəbul etdim və həkim bir də antibiotik yazıb, hələ o sistemi qəbul etməmişəm. Əgər ağırlaşma olarsa, öskürək olarsa, qəbul edəcəyəm. Yaxşıdır, gedirəm yatmağa. Salam dostlar. Bugün dekabrın 2-sidir. Xəstəliyimin artıq 2 gün buradan, oradan da 9-cu gününə girirəm artıq yavaş-yavaş. 27-sindən də evdəyəm. Cavab 27-si çıxıb. Belə, bugün görürsünüz, digər günlərə nisbətən yaxşıyam. Halım yaxşıdır, əhvalım əladır. Şükür Allaha. Gündən günə də irəliləyiş var. Deyirlər ki, ilk 8 gündə əsas, 3-8 gün arası əsasdır da, həll edicidir. Vaxt necə gəlir, necə keçir bilmirəm, çünki hər saat bir dərman atıram. Sonra yemək yeyirəm, biraz televizora baxıram. Canlı yayım eləmirəm, telefondan az istifadə edirəm. Telefondan az istifadə edirəm, çünki şeydir, həkim deyir ki, o immuniteti çalır, yorulur insanı. Hələ ki, çinmək olmaz. Bəlkə 10 gündə artıq çinmirəm. Belə havaya çıxıram arada, balkonda belə hava alıram. Ayrı heç çıxmamışam. Artıq dost tanışda da yoluxma var. Dostum Nadir də yoluxub. Yəni, dünən danışdım, onun da artıq ciyərlərində də öskürək var. Uzaq qohumdansa yaxın qonşu lazımdır. Sağ olsun qonşum ağa.
burada aşağıda 5-ci mərtəbədə qalır. Həqiqətən qonşu mənim üçün Arbidol dərmanı tapılmırdı, onu tapdı və digər tapılmayan dərmanları getdi, aldı, gətirdi. Nə bilim, portağal, zoğal, bəsik, alma, nə, əlinə nə gəldisə, gətirir o gündə qapının ağzına, mənə kömək edir. Sağ olsun. Qonşu yaxşı şeymiş. Mən bunu bilirdim, yenə də təsdiq elədi ağa. Sağ olsun, ağa təşəkkür edirəm. Ağa da Səlyanlıdır, məndən İhsanalı. Təşəkkür edirəm. Mən də olsaydım, eləyərdim. İnsandan soruşmaq lazım deyil. Sənə nə lazımdır, nə gətirim sənin üçün. Mənə heç nə lazım deyil, hər şey var. Ağa isə lazım olmadan, yəni özü gətirir. Yəni nəsə eləmək istəyən o sözü soruşmur. Gətirir, qoyur qapının ağzına çıxır gedir. Belə, bu qədər. Bu Covid vaxtı çox adamı da tanıdım. Bəzi insanlar sınaqdan keçdi, bəzi insanlar keçmədi. Dar gündə hamı öz simasını ortaya çıxardır. Bəli, hörmətli tamaşaçılar, ayın 3-üdür. Mən çox əla hiss edirəm özümü. Hər şey çox gözəldir. Və atam zəng eləyir. İndi birazdan danışaram atamla. Və bugün nəfəsim də düzəlib, iştahım da düzəlib, amma il bilmə və dad bilmə hələ ki gəlməyib. 3-cü sistemi qəbul elədim bugün. Demoton D tərkibli. Dərmanları yenə atıram. Görək, dad bilməm nə vaxt gələcək. Özünüzü qoruyun. Sabah görüşərik. Günlük artıq az məlumat verirəm sizə. Çünki yavaş-yavaş düzəlirəm deyə. Salam dostlar, ayın 5-idir. Dünən 4-ünə bağlı video çəkməmişdim. Təəssüratlarım odur ki, üzümü təraş eləmişəm. Bugün daha da yaxşıyam. Həkimlə danışdım. Dedi hələ bir neçə gün dərmanları davam elə. Amma dünən axşam halım yaxşı deyildi. Artıq ətrafımdakı dost tanışlar da koronavirus tutub. Ətrafımdakılar da koronavirusdur. Özünüzü qoruyun. Ayın 5-idir. Artıq bugün rəsmi olaraq 25-indən analiz vermişəm də 10 gündür evdəyəm. Yox, evdə deyiləm. 10 gündür analiz vermişəm, xəstə sayılıram rəsmi olaraq. 4 gündən sonra çölə çıxa bilərəm. Amma xəstəliyimin 11-ci, 12-ci günüdür belə təqribən simptomlar hiss elədiyimin. Müalicəyə də 29-undan başlamışam, şükür Allaha. Belə hörmətli dostlar, ayın artıq 5-idir, evdə olmamın 12-ci günüdür. Nəhayət uzun günlərdən sonra sahə həkimi yenidən zəng elədi və sahə həkiminə bildirdim ki, mən artıq sağalmışam. Təsəvvür edin, bu gün zəng eləyib də, yəni bir dəfədə 20, bir dəfədə 30-u zəng eləmişdi. Neçə gündür xəstə çoxdur, xəbərim yoxdur sizdən, necədir, yaşayırıq, yaşayırıq, yaxşıdır hər şey. Artıq biraz baş ağrısı falan olur, son günlərdir. Amma dad bilmə, iyi bilmə hələ də gəlməyib. Doktor deyir 1 aya, 15 günə və 2 ayda çəkənlər var. Ayın 7-sidir. Sabah yox, birisi gün azadlığa çıxıram. Xəstəliyimin qeyri-rəsmi 13-14-cü günüdür. Belə rəsmi isə 12-ci günüdür. Hər şey yaxşıdır. Baxın, hətta müsahibə də verirəm. Asan radioya dinləyin. Heç kim arzu etmirəm. Ruslan dostumuz. Desəm ki, qorunmurdum, qorunurdum. Maska, əlcək, hətta əlcək də istifadə edirdim, spirtlənirdim. Amma bilmirəm necə oldu proses. Mən də Covid-19-a yoluxdum. Aparıcı Fərid Rəsul yoluxmanın ilk günündə hiss etdiyi simptomlardan da Artıq müsahibələr verirəm Covid ilə bağlı, təcrübəmi insanlarla bölüşürəm. Onu da deyim ki, bugün duş aldım. 14 gündən sonra nəhayət çimdim. Çox gümrahlaşdım. Bilmirəm çimmək olar yoxsa, amma mən çimdim. İnşallah sabaha da bir dənə yola verək və işimin başına dönüm. Təbibin sistemindən də artıq adım silinsin, koronavirus xəstəsi olmayım. Demək olar ki, 90% qalib gəlmişəm, heç bir ağrım, heç bir problem yoxdur. Və 15 gündən çoxdur ki, bu maşın məni gözləyirdi.
bu günlərin qiymətini bildim mən artıq. Artıq can sağlamlığıma daha da diqqətlə yanaşacağam. Özünüzü qoruyun bu bəladan, bu Coviddən özünüzü qoruyun. Hamı mənim kimi şanslı ola bilmir, hamı mənim kimi Covidə qalib gələ bilmir. Və mən bu dəqiqə heç, yəni özüm çıxmışam qırağa, ofisimə gedəcəm. Orada heç kimlə ünsiyyətdə hələ ki olmayacağam. Biraz şəhəri gəzim, darxıram. Ayın bugün 9-udur, dekabrın 9-udur. Və düz ayın 25-dən bu yana olan mübarizəmi sizə bu vloqda göstərdim. Həqiqətən çətin oldu, çox əziyyətli oldu, amma qalib gəldim. Mən artıq korona deyiləm. Əvvəlində demişdim, mən də artıq koronayım, amma mən artıq korona deyiləm. Həkimlər bildirir ki, 3 və 6 ay arası insanda immunitet yaranır korona virusa qarşı. İnşallah bir də tutulmaram, amma təcrübələr var ki, insanlar var ki, artıq 2 dəfə koronavirusa yoluxub. Özünüzü qoruyun, möhkəm olun, sağlam olun, qidanıza fikir verin. Əgər özünüzdə simptomlar hiss elədinizsə, bəzi insanlar kimi evdə gizlənməyin. Mütləq test verin. Sağ olun, salamat qalın, sağlam olun. Növbəti vloqda